3 cümləli olan abzası axıra saxlayın ki, rahat olsun sizə yazmaq. Have you ever bought a product according to the advertisement? Deyir ki, sən nə vaxtsa reklam olunan bir məhsulu almısanmı? Almasanız belə yalandan yaza bilərsiniz. O problem deyil, yəni fantaziya dünyamızdan asılıdır. Məsələn, mən tutaq ki, ən son nə almışam reklam olunan? Məsələn, şampun almışam tutaq ki. Ən azı 3 cümlə ilə yazırıq onu. Necə yazırıq? Primitiv cümlələrlə yaza bilərsiniz. Məsələn, bir də bura nəyə fikir verin? Baxın, deyir ki, by expressing your opinion, öz fikirlərinizi yazmalısınız. Əgər belə deyirsə, başlayırsınız ki, in my opinion, mənim fikrimcə, düz burada pis yazıram, amma ümid edirəm başa düşürsünüz. In my opinion, bir dəqiqə, opinion, reklam olunan məhsullar, yəni advertise, burada çox pis yazılır. Bir dəqiqə, mən normal vərəqə keçim, orada yazım sizin üçün. Burada boşluq var. Bura yazaram məncə, bura problem olmaz. Okay. In my opinion, advertised məhsulları, yəni products are, to be yazmalıyam, effective, another one. Digərlərinə nisbətən reklam olunan məhsullar daha effektivdir. Və yaza bilərəm ki, şirkətlər reklam üçün daha çox pul ödəyirlər, yəni sərf edirlər. Şirkət companies spend nə? Pull money to promote dəstək reklam. Promote. Əgər xəttimi başa düşməsəz, rəy yazarsınız, mən bunun mətin şəklində yazıb ataram sizə. Them, yəni onları. So və qiymətləri daha yüksək yazaq. Quality is so higher. Çünki müqayisə dərəcəsi işlətdim digərlərinə nisbətən. Higher. Deyə bilərəm ki, mən ən son I bought, keçmişdə işlədirəm. I bought shampoo. 2 dənə o yazılır. Götürüb u yazmayın bizim dildə. Shampoo. Bir dənə bura z qoyuram. O, yəni hansı ki, reklam olunan məhsulu bildirir. Was, reklam etmək. Advertised. Ən sonunda da neçə cümlə oldu, heç bilmirəm. 1, 2, 3 cümlə oldu. Birini də yazım. Həmişə siz də 4-5 cümlə yazın. Nə qədər çox yazsanız, o qədər yaxşıdır ki. Çünki tutaq ki, 3 cümlə tələb eləyir. Məsələn, 5 cümlə yazmısınız. Ondan biri səhv gedirsə, artıq 4 cümləviz zapasda qalır. Ya da 6 cümlə yazmısınız, hətta 3-ü qalır. Ya 4 yazmısınız, biri qalır. Mən 4 yazmaq üstünlüyü tuturam. Həm çox vaxt getməsin, həm də artıq bir cümləm zapasda olur. Əgər siz bilirsinizsə ki, sizin səhviniz çoxdur, həmin cümlədə heç olmasa biraz çox yazın. Bir cümlə də yazaram ki, I am, mən bundan çox məmnunam.